Destek 2023. Biz ölkəmizin müəyyən məsələlərindən narazı qalsaq da, bugün iqtisadi, sosial sıxıntılarla bağlı narazı qalsaq da, amma çox güclü inkişafımız var. Bu inkişaf hardadır, deyə bilərsiniz. Mən əslən Kəlbəcərliyəm. Kəlbəcərə keçsəniz bircə dəfə inkişafın nə olduğunu görərik. Sadəcə Kəlbəcər deyirəm. Ağdam, Füzuli, digər işğaldan azad olmuş rayonlara keçəndə ölkənin əsl sərvəti, əsl o büdcəsi, gücü harada özünü göstərir, bunu görmək olar. Qarabağda bir iş gedir. Bir tikintilər var. 2 gün öncə 27 ailə yenə Kəlbəcərdən köçdü olar. Deməyim odur ki, ölkəmizin belə bu sürətli, bu dinamik inkişafında bizim də bir tövbəmiz olsun deyə bu inkişafa dəstək. 2023 həm təşkilatımızın yaranma tarixidir, 2023-cü ilin avqust ayının 20-si, həm də Ulu Öndərin 100 illiyinə həsr olunur. Bu təşkilatımızın adıdır. Bayaq dedim, bir daha deyim, Konstitusiyanın 72-94-cü maddələrinə əsasən fəaliyyət göstəririk. Açın, baxın, ümumiyyətlə görün, bu maddələr bizə nəyi deyir, biz hansı hüquqlar, hansı səlahiyyətlər çərçivəsində işləyirik. Sırf qanunvericiliyə söykənən bir ictimai nəzarət təşkilatı, İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin baş idarəsində qeydiyyatdan keçmişik. Nizamnaməsi, əsasnaməsi olan Baş Ofis Azərbaycan Nəşriyyatı binasının 2-ci mərtəbəsində yerləşən İctimai Nəzarət Təşkilatı. Və bu dövr ərzində çox ciddi say etibarilə, çox ciddi sayla işlədik. 5-6 nəfərdən başladıq. Daha əvvəl bilməyən yoldaşlarla mən zəfərli yolda sədrlik eləmişəm. Və orada da sədr olmaq istəmirdim. Burada da niyyətim o deyildi. Daha intellektual yüksək, daha ziyalı yoldaşlar olsun xahiş elədim. Amma yoldaşların ısrarı ilə yenə də burada qaldım. Və ümid edirəm ki, daha potensiallı, daha intellektiv yoldaşlar bir gün məni əvəz edəcək və bu təşkilatı daha yuxarılara aparacaq. Təbii olaraq, hər kəsin bir ailə qayğıları var deyə tam şəkildə bura köklənə bilmirik. İqtisadi sıxıntılar da məlumdur, elə hər birimizdə olduğu kimi. Biz yaranan gündən bu günə qədər gəlmiş olduğumuz yolu təmənnasız gəlmişik. Kimlər özünə vətənpərvər deyirsə, o bizlə gedir. Kimlər doğrudan da əlini daşın altına qoyub, bu xalq mənim xalqımdır, qonşum alçıkən mən tox yatmayayım deyirsə, biz onlarla yol gedirik. Say üzərində çalışsaq əgər, sizi əmin edirəm ki, çox qısa bir vaxtda sayımız minləri keçər, 10 minləri keçər. Baxın elədir. Bizim təşkilatda heç bir siyasi, dini məsələ, müzakirə olunmayacaq. Bu bizim nizamnaməmizə ziddir. Bizim yolumuz ictimai, sosial məsələlərin həllidir. Şəhid ailələri, qazilər, az təminatlı ailələr, o sosial həssas qrupdan olan qardaş bacılarımız, kəsilən bir ağac, yerə tökülən bir israf olunan hansısa bir nə, adi kimsə bir siqaret kötüyünü yerə atırsa, onun qarşısını ala bilirsə, bu ictimai fəallıqdır. Tədbirlərdə iştirak edin, dövlət tədbirlərində, Şəlalə xanım. Çalışın, qarşılıqlı, biz icra hakimiyyətində olduq. Qarşılıqlı olaraq hökumət, qeyri-hökumət tədbirlərində iştirak edin. Rəsmi xanım bu məsələlərdə təcrübəlidir. Siz dəvət edin və getmiş olduğunuz hər bir tədbirdə mümkün qədər təşkilatımızın adını çəkin, çıxışlar edin. Bu təşkilata yeni gələndə bu çox yoldaşlar vardı ki, iki cümləni danışanda biraz narahat olurduq da, yəni söz ehtiyatı var. Amma zamanla hər kəs burada bir natiqə çevrilir. Hərəmiz, mən sizlərdən öyrənirəm. Kimsə mən deməsin. Sizləri özümdən daha ziyalı, daha intellektiv, daha böyük bilirəm. Sizlər də kimlərdənsə, hamımız bir-birimizdən öyrənirik. Bu yaşadığımız xalq, bu cəmaat, bu salyan bizimdir. Bu salyan cəmaatı bizimdir. Sadəcə üzvləri seçəndə hamısı rayon mərkəzindən seçməyə çalışmayın. Ucqar kəndlərdən də həmkarlar cəlb eləməyə çalışın ki, həmin kənddə bir bələdiyyə məmuru və ya bir icra məmuru və ya oradakı tibb məntəqəsi xalqa necə xidmət edir, və ya bir elektrik dirəyi aşır, nə bilim, su xəttində bir problem var. Bunları görə bilmək üçün buradan Salyanın Ucqar kəndini görə bilmirsiniz. Amma orada nümayəndəmiz olsa, heç olmasa yaxın kəndlərdən bir nümayəndə olsa, oradakı negativləri görər və birbaşa ona təsir edər. Bu negativlər demişkən, bizim istər öz saytımız olsun, istər digər əməkdaşlıq elədiyimiz, müqavilə bağladığımız saytlar olsun, negativləri biz çəkib sosial şəbəkələrdə işlandırmırıq ilkin mərhələdə. Bu bizə lazım deyil. Bizim saytlara dost da baxır, düşmən də baxır, xalqı sevən də, sevməyən də. İlk öncə
həmin negativlə bağlı aidiyyatı qurum nədirsə, bələdiyyə, icra səhiyyə, təhsil fərq eləmir. Müraciət edirik. Negativin aradan qalxması üçün və biz təşkilat olaraq mütləq ki, nail oluruq. Bugünə qədər getmiş olduğumuz işlərin nail olmuşuq. Həm məsələ həllini aşırsa, kimsə oturmuş olduğu kürsüdə mənəm deyirsə, yox, bu belə olmalıdır. Amma qanunvericiliyi pozmamalı, qanundan qırağa çıxmamalı. O zaman biz artıq daha sərt addımlara atmaq məcburiyyətində qalırıq. Sosial şəbəkələr var, hüquq mühafizə orqanları var, müraciət edirik. Daha əvvəllər də başımıza gəlibdir. Öz təşkilatımızın bir üzvü ilə bağlı çox ciddi bir tədbir gördük və özümüz, özə idarə heyətində olan bir yoldaşla bağlı, bu oldu 2023-cü ildə, qanun qarşısında cavab verməli oldu. Biz bəzən özümüzə nəzarət eləməsə, ictimai nəzarəti özümüzdən başlamasa, başqalarına söz deyə bilmərik. Birinci şəffaflıq, dürüstlük özümüzdə olmalıdır. O sənədlərdə bizə etibar edir. Allah kömək olsun. Rəfail müəllimə təşəkkür edirəm, çox sağ olsun. Rəfail müəllim dəfələrlə təklif edib ki, bəs bizim idarədə ofis var, istəsə sizə verə bilərik. Sadəcə biraz uzaqdır bizə məsafə. Ən yaxın məsafə Abdul müəllimin ofisi deyə biz çox vaxt tədbirimizi orada keçiririk. Kamal müəllim də xoş gəlib, tanış oldu, sağ olsun. Dəyərli ziyalımızdır, çox gözəl təkliflər sürür. Nəsiyyətlər verir, ön nəsiyyət verir. Biz də belə deyək də, gənc olaraq, biz böyüklərdən hər dəfə biz belə bir dəyərli məsləhətlər almağa hər zaman ehtiyacımız var. Çox sağ olsun. Rəsmiyyət xanımı təşəkkür edirəm. Rəsmiyyət xanımı tanıyırsınız. Mən neçə illərdir ki, 18 ildir müəllimə işləyirəm. İşlədiyim hardasa bir 13 ilin Rəsmiyyət xanımla bir yerdə əməkdaşlıq eləmişik. Hər dəfə şagirdlərimlə birlikdə Rəsmiyyət xanımın tədbirlərində iştirak eləmişik. Çox sağ olsun, həqiqətən təşəkkür edirəm. 50 uşaqlara dəstək olur. İstər maddi, istər mənəvi. Fərdiyə də çox sağ oldur. Fərdiyyənin yeni üzvümüzdür, həm də bacımdır. Bizi tanıyırsınız, Xalmər tanıyır. Mətanət müəllimə də həmkarımdır, özü tarix müəllimidir, bir yerdə çalışırıq. Öz haqqında məlumat verəcək. Çox sağ olsun, təklifimi rədd etmədi. Özü maraqlanırdı hər dəfə ki, bəs sizi də mən bir qədər çəkib paylaşmışdım və maraqlandı ki, bəs cəmiyyət haqqında mənə məlumat verərsiniz. Mən də məlumat verdim cəmiyyətimiz haqqında. Sağ olsun, könüllü olaraq cəmiyyətimizə gəldi. Qumru xanım da həmçinin bir institutda təhsil almışıq. Qumru xanımla bəli. İxtisasımız eynidir, amma bir kurs məndən aşağıda, belə deyək, bir kurs aşağı oxuyub. Yəni eyni institutun tələbəsi olmuşuq və təsadüfən oldu ki, neçə ildən sonra bir şəhid məclisində gördük ki, hərbəyə və soruşdu ki, nə yaxşı sən hara, bura hara? Mən cəmiyyətimiz haqqında məlumat verdim, sağ olsun. Qumru xanım da belə deyək, könüllü olaraq. Müsüleyman da inşallah ki, gələr, danışdım, o da şəhid tədbirlərindədir. Onu da Rəsmiyyət xanım gətirir. O da dəyərli qardaşımızdır, şəhid ailələrinin yanındadır, daim onlara dəstəkdir. Belə bu qədər.